Salam, axşamınız xeyir olsun istəkli tamaşaçılar. Talih yolları verilişində xoş gördük sizi. Siz. Yaxşıyıq, çox sağ olun. Elə siz bizə dediniz bayramımız mübarək, biz də deyirik ki, bütün Azərbaycan xalqının, bütün müsəlman aləminin, o Türk dünyasının bayramı mübarək olsun. Çünki bu bizim bütün Türk aləminin bayramıdır. İndi biz Yusif müəllim bizim deməli verilişimizin ikinci dəfədir ki, qonağı olur. Amma Gövhər xanım birinci dəfədir ki, bəli, burada. Mən istərdim ki, bir gözəl musiqiyə sizin ifadınıza qulaq asaq və sonra Yusif müəllimə keçək. Olar mı? Olar.
bayaq bunu qeyd etməliydim, ancaq bir balaca yubandım. Bax, o gördüyünüz gözəl gül buketini 4-cü mikrorayonda yerləşən Sev Məni Gül mağazasının hədiyyəsidir ki, mən qonaqlarıma təqdim edim. O biri hədiyyə isə Yasamal rayonunda yerləşən Fuad Market mağazasının adından sizlərə təqdim edirəm. Verişdən sonra özünüz öz arasında... Qardaş, sən malımızı bizim indi elə burada gözümüz qabana böləsən, bilər, verişdən sonra o biraz qarşılıq olacaq. Nə olar, indi bölərəm. İndi də püşcat bizə, nə edirsən İndi bilək. bölərəm. Onda mən bu... Mən evə gedəndə yoldaşım dedi, hanı o hədiyyə? Onda mən bu gül buketini, sizin xanımınıza təqdim edərsiniz. Bizim adımızda. Çox sağ ol, çox sağ ol. Bu gözəl hədiyyəni isə, bax, sizə təqdim edirəm. Çox sağ ol İlham, çox sağ ol. Mənim də sənə hədiyyəm var. Eşitmişəm, sənin bir gözəl oğlun olub. Adı da Həsəndir, adı ilə böyüsün. Mən bunu hara qoyum, təzdən ola əmanət kimi qoya bilərəm. Qoya bilərsiniz. Duram necə baxayaq? Allah onu atalı, analı böyütsün. Qoyun qalsın. Onun necə deyərlər, gözəl Allah ona gözəl bəxt yazsın. Çox sağ olun. İcazə ver, mən öz hədiyyəmi sənə hədiyyə edeyim. Buyurun, Düzdür, buyurun. mən mikrofonla ora gələ Buyurun, bilmirəm. mən duraram, mən yox. Siz zəhmət olmasa gəlin. Bu Həsənin gözəl iqruşkasıdır. Çox sağ olun, çox sağ olun, çox sağ olun. Bu da onun gözəl qızıl qolbağıdır. O gün olsun, böyük oğlan olsun, bundan da gözəlini gətirir. Çox sağ olun, çox sağ olun. Minnətdaram sizə. Üstündə yazılıb maşallah. Maşallah, maşallah. Mən buradan babası Cümşüd müəllimə göz aydınlıq verirəm Həsən balanı. Sağ olun, çox sağ olun. O gün olsun toyun gələ inşallah. Çox sağ olun, sizlərə də öz minnətdarlığımızı bildiririk. Bax, indi tamaşaçılar deyir ki, görəsən, bu qoyunu orada niyə saxılıblar? Bu qoyunun məsələsini gərək Yusuf müəllim özü Onu aid Yusuf eləsin. müəllim gətirib. Demək qardaş, bu qoyunu, mən bu qoyun ki, Qurban bayramıdır, Allah qısa, fevral ayın 1-i, 2-si, 3-ü. Qızlarımıza qismət olsun. Amin. Gəlin qızlarımız. Qurban bayramıdır. Gətirdim bu Space televiziyasına bir Qurban bayramını təbrik eləmək üçün. Və mənim, yəni nə qədər qurbanlar var, deyirəm Allah qəbul etsin. Bütün arzusunda olanların qurbanını Allah qəbul etsin. Və mənim özümün bir niyyətim var ürəyimdə. Gələn il inşallah özümün, bəlkə deyirəm bir 10 dənə qurbanım var. Allah qəbul etsin. Yusuf, mən eşitmişəm sənin atomla oğlun həcə gedib. Həcə gediblər, bəli, 2003-cü Həclər qəbul olunsun. Allah köməyiniz olsun. Hər niyyətə gediblərsə Allah onları qəbul eləsin, can sağlıq versin. Və bu illərdə indi bizim zəvvarlarımız Bəli, gediblər, hamının niyyəti qəbul olsun. Allah bizə qismət eləsin. Qəbul etsin. Və mən istifadə edirəm, istəmirəm mən çox bu günləri danışığa yol verəm. Bu məqamdan istifadə edirəm. Bütün hamıya deyirəm ki, qurbanları qəbul olunsun, bütün dostlarıma, bütün ailələrə bu qurban günü qoy hamının evinə şadlıq gətirsin. Yusuf müəllim, bir də onu da biz yaddan çıxarmayaq ki, biz məsəl üçün yaşayırıq, yaradırıq, ancaq Ulu Tanrını da heç vaxt yaddan çıxartmamalıyıq ki, bax, görürsünüz ki, Ulu Tanrının özünün mərhəməti olub biz insanlara, onun üçün də İbrahim Peyğəmbərə oğlu İsmaili qurban kəsməmək üçün ona dizi qara, gözü qara, gözəl qoç hədiyyəsi edib ki, bəli, bax, əsl qurban hədiyyəsini bizim Space Teleradio şirkətinin əməkdaşları üçün. Onun üçün də mən istərdim ki, Yusuf müəllimdən bir gözəl musiqi dinləyək və söhbətimizi davam edək.
mənim şahlar balam, yüreğimin parasısan, ay mənim şahlar balam, gözlərimin qarasısan, ay mənim şahlar balam. Şahlar balam, ömrümün belasısan, ay benim şahlar balam, yüreğimin parasısan, ay benim şahlar balam, hayatımın aynasısan, ay benim şahlar balam, yüreğimin parasısan, ay benim şahlar balam, gözlerimin qarasısan, ay benim şahlar balam, yüreğimin parasısan, ay benim şahlar balam, ömrümün belasısan, ay benim şahlar balam. Biz dedik ki, Gövhər xanım Oxatan Bürcü İlan ilindəndir. Görək Gövhər xanımın xasiyyəti necədir və Gövhər xanım harada doğulub? Öz uşaqlıq xatirələriniz, uşaqlıq haqqınızda, uşaqlığınız haqqında. İlham, mən Bakı şəhərində anadan olmuşam. Sovet küçəsi, Həmşəri Palan deyərdilər ora. Orada anadan olmuşam. Ailədə 3 uşağıq, 2 bacı, 1 qardaş. Xasiyyətim də biraz tələskinəm, səbirsizəm. Hər şeyin düzlüyünü xoşlayıram, hər şeyin. Bir dənə mənim pis xasiyyətim var ki, həyatda rola girməyi bacarmıram. Nəyim varsa, məni bu tipdə, bu necə deyirlər, xasiyyətdə qəbul eləsinlər. Necə varsın? Necə varam, elə də qəbul eləsinlər. Xasiyyətim budur. Bəs Gövhər xanım, Düzlük xoşlayıram. uşaqlığınız ağrı mı keçib? Yoxsa? Yox, ağrı keçməyib mənim uşaqlığım. Allah sizin, necə deyərlər, rəhmətə gedən atalara rəhmət eləsin. Amin. Qalıbsa, can sağlıq versin. Anam hal-hazırda yaşayır, atam tez rəhmətə gedib. Allah rəhmət eləsin. O bizə körlük çəkməyə qoymayıb. O inanırsınız ki, bizi elə əzizləyirdi ki, bizim biraz məhəlləmiz çox ağrı məhəllə idi. Ora Sovetski deyirdilər. Ora biraz müsəlmançılıq çox idi orada. Biz qapı baca görməmişik. Bazar tükan görməmişik. Bizim valideynlərimiz nə deyibsə, biz onun sözünə qulaq asmışıq. Onların sözü ilə oturub durmuşuq. Mən özüm həyat quranda da anamın, atamın icazəsi ilə həyat qurmuşam. Sevib ailə qurmusunuz? Yox, sevib ailə qurmamışam. Bilirsiniz necə olub? Mən məclis adam olmuşam. 12 yaşımdan ki, mən qarmon dizimin üstünə qoyulub, sənəti götürmüşəm. Mən Şivalan kəndinə toya gedəndə mənə bir, demək, ev yerini tapmırdıq biz. Bir maşın, indiyəcən yadımdadır, qırmızı Jigulidə 2 nəfər, biri qabaqda oturmuşdu, biri də sürücü idi. Ondan ev yesinin adresini istəyəndə onlar bizə göstərdilər. Mən sonra evə gələndən sonra gördüm ki, bir həftə keçəndən sonra mənim üçün elçi gəlir. Düzdür, qohumdan, qonşudan, əqrəbədən məni çox istəyən vardı. Bu da Allahın yazısıdır, bu da Allahın qismətidir. Bəli. Alın yazısından qaçmaq olmaz. Yox, mümkündür. Qapı dəyişmək olar. Bəli. Oradan bura köçə bilərsən, amma alın yazısından qaçmaq olmaz. Bəli. Anam, atam razılığı ilə, o bilirsiniz necədir, o talih qismət baxdan baxdı, bir parça torpaqdır. Sənin qismətinə nə yazılıbsa, nə götürübsə, o çıxmağı inandı. O heç kim deyə bilməz, karanti qoya bilməz ki, mənim həyatım gözəl keçəcək, ya ağrı keçəcək. Onu heç kim deyə bilməz. O Allahın yazısıdır. Bəs Gövhər xanım, ailə qurdunuz.
ailə həyatınız xoşbəxtliklə başa vurdunuz ailə həyatınızı? Bilirsiniz, məni demək, həmin bu getdiyim yoldaşım xalası almışdı. Mən onu ana bilirdim ona. Sonra anası peyda oldu. Sonra bildim ki, anası da var. Xala bunlara həm ana idi, həm ata idi. Belə gözəl xalalardan olur da, canı yanan xalalardan olur. İndi talih qismətli 2 il gəlib getdilər. Atam hələm vermirdi məni. Erkən yaşlarında mən ailə qurmuşam. Allahın qismətidir, qismət oldum. Çox çətinliklər çəkmişəm həyatda. Çox o, bir bizim yazışımız var, deyir ki, hünərim var, ağlayanda gül görüm. Mən doğrudan da ağlayan Bəxtiyar Vahab müəllimindir. Mən doğrudan elə vaxtlar olub ki, özümə ağlamışam, necə deyim sizə. Demirəm, min şükür, yenə də min şükür, talihimdən razıyam, Allahımdan çox razıyam. O insan deyir ki, mən həyatda xoşbaxtam, yalan sözdür, özünü aldatmasın. Allah hər xoşbaxtlığı insana vermir, hər bir şey vermir. Ya can sağlığı verəndə ona evlad vermir, ya evlad verəndə ona ruzdan kəm eləyir. Ya nəsə bir işdə, mənim də Allah, nə bilim, qurban olmalılar, 28 il həyat təcrübəm var bu həyatda. 3 evlad anasıyam. 2 qızım, bir oğlum var. 3 nəvəm var. Allah saxlasın, Allah saxlasın. Oğlumu erkən yaşından 19 yaşında evləndirmişəm. Özdə ona Lənkərandan mən qız gətirmişəm 15 yaşında. Yeməklərin dadına görə, ləvəncə O gün olsun, başınıza gəlsin. Amin. Mən arzu eləyərdim ki, bütün anaların ocağına elə gəlin düşsün. Amin. Bəs Gəlinimdən qızınızı, çox razıyam. bəs qızınızı? Qızımı da bir kasıb oğlana verdim. Gördüm imkanı yoxdur. Hər şərait yaratdım onun üçün. Mənim biraz qızımın, böyük qızımın evladı biraz gec oldu. Bir 4 il keçdi onun üstündən. Əziyyət çox çəkdim. Qurban olma Allaha, ataların bir sözü var, onu mən istəmirəm deməyə, istəmirəm bayram günündə xalqımızın. Yox, həmi bayram günüdür, həmi də talih yolları verilişini deyik biz. Bilirsiniz, danışaram, sonra qınayarlar, mənə deyərlər ki, Gövhər xanım, niyə belə danışdı? Kasıb oğlana verdim, hər bir şərait yaratdıq onun üçün. Evdə yaratdıq, axırda oğlan naxələf çıxdı. Naxələf çıxdı, çox naxələf çıxdı. Mən inanmazdım ki, belə olacaq. Ona görə ki, onun anası özü Rus ədəbiyyat müəllimi olmuş da olsa, səhərdə axşam hocam mollalarla oynayırdı. İmkan vermədi ki, mənim qızım oğlanla yaşasın. Amma halbuki mən onun üçün, mən həmişə mənim pis çıxmasın. Mənə qulluq eləyən insanlar evdə, mənim qabağıma çay qoyarlar, məni əzizləyən insanlar, mən onları əzizləyirdim ki, balama xətir. Ki, mənim balam ailədədir. Hər şeyin tərəfi. Eyiblərini də görmüş olsam, mən yenə də öz balamı qınıyırdım ki, qızım olmaz. Bu sənin həyat yoldaşındır. Yola verin bir-birinə. Bəli, bəli. Sonra qurban olma Allaha, Allah ayrılandan sonra o bətnində evladı var idi. Mən razı olmadım yenə onu barışmağına. Dedim, lazım deyil. Ondan sonra Allah ona bir gözəl qız payı verdi. Adını da Fatimə Zəhranın adını qoymuşuq. Mən özüm Seyid nəslindənəm, İlham. Mən Allaha çox inanıram, həddindən artıq. Mən gecə-gündüz Allahla danışıram, Allaha deyirəm, Allahım sənə qurban olum, mənə düz yol göstər. Mənə milyon verəcəksən, haramlıqla onu istəmirəm. 1 manatım olsun, öz halallığım olsun. Məni pis adamlardan, mərdimazan adamlardan qoruyun. Amin. Ona görə ki, mən çox pirləri gəzirəm. Qurban olma Allaha. Birini qoyub, birini danışıram. Onu düzdür deyirlər, danışmazlar. Mən həmişə, dünən də mən o həmin sözü təkrar elədim evdə. İşığa danışıram. Mən qurban olduqlarımı həyatda gördüm, yuxuda gördüm mən. Gördüm ki, əlimdə 3 dənə belə çomaq var. Biri əyri yürüdür, biri düzdür. Demək ki, Həzrət Əli gəlir, qurban olma Allaha. Demək, piləkan kimi yerdir, ağ libasda gəlir. Demək, bu ağacları mənim əlimdən almaq istəyirlər. Deyirəm, yox, mən özüm verəcəyəm bunu ona. Bu gələndə gördüm ki, gördüm onun beli püküllüdür belənçinə, ağ libasda, amma üzünü görmürəm. Gəldi, yaxınlaşdı, mənə dedi ki, Gövhər, neçə ağlayırsan? Dedim, nə bilim, mən çox əziyyət çəkmişəm evlatlarda. Həyatımdan da çox çəkmişəm. Qurban olma Allaha. Yenə özü bilən məsləhətdir. Allah nə elirsə yaxşılıq eləyir. Gördüm onu, mənə dedi, ağlama, mən sənə özüm kömək eləyəcəm. Dedim, axı, sənin çomağın mənim əlimdədir, verim sənə, sən yıxılarsan. Tut bundan, mən əyilim, özüm də belə əyilirəm ona. Deyirəm, mən əyilim, sən yapış mənim kürəyimdən, mən sənə aparım, yıxılmayasan. O mağamda mən ayrıldım. Mən ağlasam da acizliyimdən ağlamıram. İlham. Özümə
ki, yəni ki, mən insanlara qarşı burada mehribanam. Hər bir insanın öz dilində danışdırıram. İstəmirəm bir insan, məsəl üçün, mənim evimdə mənə qulluq edən adamlar var. Hərdən mənə deyirlər ki, Gövhər, sən bunlarla niyə belə, necə deyərlər, çox belə bunlar mülayimsən. Heç kim bilmir başına nə gələcək. Gövhər xanım, o da hər insanda olmur. O insanın ucalığıdır. İndi sizdən çox da istəmirəm sizi kədərləndirim, istəmirəm sizi qəmləndirim. Sizdən bir gözəl musiqiyə, sizin ifadınıza qulaq asaq.
Yusuf müəllim, onu demək istəyərdim ki, yəni ki, Qurbanlıq bayramı doğrudan da bizim üçün mən gözümü açandan, elə məndən də qabaq eşitdiyimə görə ən əziz bayramlardan, müqəddəs bayramdır. Və bu bayramda məhz o deyil ki, mən qoyunu kəsirəmsə, ancaq öz ailəm yeməlidir. Xeyr, bu bayramda gərək kimsəsizlərə, köməksizlərə əl tutulmalıdır. Və əgər kiminsə imkanı varsa, bir qoyun kəsirsə, onu 3 evə və yaxud 7 evə qapıya. Və imkanı olan şəxs 21 qapıya nə qədər imkanı olarsa, hamı məcbur etməlidir özün, hamı elə etməlidir ki, bu bayramda hamının qazanında, necə deyirlər, qazanı qaynasın. Ət pişsin və... Biz məsələ ilə müəllim, üzr istəyirəm, biz bu günləri, ayın 1 fevralda bu günləri biz Əlillər evində olduq. Şəhriyar bir şadlıq sarayı var, onun müdiri yiyəsi var, Nəriman qardaşımız. Allah onun canını sağ eləsin. O da belə çox qəlbi belə kövrək insandır, həmişə belə şeylə diqqət verir. Biz bu günləri Əlillər evində olduq, orada müəyyən hədiyyələr apardıq, bayram. Yəni bu da bir savab işdir. Bu lazımdır, savabdır, bəli, savabdır. Məsələn, biz neçə illər mən həmişə Qocalar evində mən bir klip çəkdirmişəm ki, orada biz gedərdik. Keçən il mən Rabitə Nazirliyinin xətti ilə getdik, orada iştirak elədik. Yəni, ən gözəl suvab bizim o kəçində deyirlər. Bax, budur. Bax, Gövhər xanım, sizə də, bax, Yusuf müəllim, sizə də mən bir sual vermək istəyərdim də. Bax, bugün yəni ki, Qurban bayramıdır, ən əziz günümüzdür bizim, ən sevimli bayramımızdır bizim. Bunu türklər, məsəl üçün, 3 gün edirlər. Bizdə də elə 3 gün sayılır. Çünki uzaqda olanlarımız da var. Kiminsə qurbanı varsa, uzaqdadırsa, səfərdədirsə, qayıdıb onu bugün ayın 1-i, 2-si və yaxud da 3-ü də bəlkə də bugün imkanı yoxdur, maaşını ala bilmir, sabah maaşını alacaq. Nə vaxt kəsirsə, ancaq bu bayramda. Bax, onu siz müğənnilər, məsəl üçün, necə deyərlər, bu musiqi aləmində olanlar. Bax, mən Türk kanallarına baxanda, görürsünüz, orada Seyda Sayanın bir gözəl verilişi var. Bax, musiqiçilər hamısı əl tutur imkansızlara, köməksizlərə. Ancaq mən görürəm ki, bizim hanında bir yaxşı oxuyanlarımız efirdən sponsor deyə qalıb ki, mənim mahnıma klip çəkdirsin sponsor. Bax, maşallah, toylara gedirsiniz, düzdürmü? Köməksizlərə, imkansızlara, Gövhər xanım, siz, Yusuf müəllim, siz əl tutursunuzmu? Qardaş, mən indiki vaxtda, mən şəxsən onu deyirəm ki, öz əhatəmdə haradasa mənim qohum məqrəbəm götürəndə 100 dənə insan var. İndi iş var da, mənim qohumun bu dəqiqə elə vəziyyətdə, imkansız vəziyyətdədir. Mən onu da qoyub, tanımadığım adamlara gedib elə əlimi açıb paylaşsam, İlham qardaş, o da hallacıq gedər. Amma mən tanıdığım əndəbərimdə, qohum əqrəbərimdən başqa, yəni öz əhatəmdən başqa, kənarda görüb imkansız adam var, ona kömək edirəm. Mən də çox əl tutanam, o biraz tərifləmək olmasın. Şəxsən mənim özümü gəlib bir məclisə çağıranda, mən heç vaxtı nadir hallarda pul danışarım onlarla, ya da deyərəm, nəyə gücün çatır? Elə vaxtlar olub ki, mən kasıb toyuna gedmişəm, qurban olum Allaha, ruzu verən Allahdır. Allah yetirib mənə, çünki bəlkə də varının o məclisinə geçsəm, o bir şey alınmaz mənim üçün. Mən çox, necə deyim sizə, mənim ürəyimdə çox əli rəhmi var. Mən istərdim ki, Yusuf müəllimdən bir gözəl musiqi dinləyək və söhbətimizi davam edək. Ay, çox sağ ol, çox sağ ol, çox sağ ol. Gövhər xanım, siz heç öz yaxınlarınızdan, rəfiqələrinizdən heç xəyanət görmüsünüzmü? O qədər görmüşəm. Başım deyirəm, siz o qədər əziyyətlər çəkib ki, istir kişisindən, istir qadınından. Əlimlə çörək vermişəm, Yusuf məni bağışda yenə, əlimlə çörək vermişəm, görmüşəm mənə naxələflik eləyib. Hansı ki, deyim sizə, necə deyim mən, elə bir ağzımdan tikəmi çıxardıb onun tikəsimi ona vermişəm. Yenə də görsəm mənə naxələflik eləyib. Amma gözəl Allah hər şey görür. Mən ikinci qızı 17 yaşında mən bir oğlana verdim. Demək, o oğlan mənim qızımı böyük qızın evinə gedəndə yolda görmüşdü. Soruşub kimin qızıdır? Bu deyilək Gövhər xanımın qızıdır. Bir ay içində onlar evləndilər də. Oğlanın düzdür, yaşı biraz çox idi. Amma ki, imkanlı adam idi. Mən də indi hər bir ana istər ki, balası gedib pis yerə düşməsin də. Əsas bizim bir müsəlmanlarda xasiyyətimiz var. Deyirlər ki, qızı verəndə deyirlər, oğlanın evi var. Evi işi olsun, işi olsun ki, sabah mənim ailəsini dolandıra bilsin. O cünə əziyyətlə, məsəl üçün, mən yeri gələndə nə valla qızlığım bilinliyim, nə gəlinliyim. Mən 9-dan yolğanda şey, isti yolğanda şey görməmişəm. Əziyyətli olmuşam.
Bu insan nə qədər kürəklərində əziyyət daşıyar. Min şükür, yenə Allah mənə qurban olmalı bu sənəti verməsəydi mən nə edə bilərdim. Bəli. O ki, fironluqla evlad bəsləyirsən evin içində, hər nazın neymətini çəkirsən. Hər bir ana, ata istəyər ki, balaları geçsin yerinə düşsün. Mən də yerinə vermişdim. Qurban olma Allaha, Allah özü bilən məsləhətdir. Onun bir ilin gəlini oldu mənim qızım, hamilə ola. Onun yoldaşını vurdular, öldürdülər. O, Ukraynada olurdu. Onun balası da balnitsada idi. Oğlu olmuşdu, mən onun yanına getdim. Dedilər ki, biz qızın oğlu olub getdim. Həmin, demək, yoldaşını vurulan günün səhəri oğlu oldu onun. Onun uşağını da orada öldürdülər, nə var vərəsəlik qalmasın. Heç kim istəməz ki, heç bir istəməz. Mən istəmərəm ki, mən arzu eləmərəm ki, bir adam insan ölsün, onun pulu var, dövləti mənə qalsın. Yox, onu Allah tərəfindən verilməlidir sənə. Onu sənə Allah verməlidir. Mən kürəkənimə o qədər çox istəyirdim ki, indi istəməyim. Elə bildim, o mənim balamdır. Elə bil onu mən anadan, elə bil ki, mən onu dünyaya gətirmişəm. Çox, çox yaxşı idi. Biz necə idi? Bu insan o əziyyətlə gəlmişdi, o yerə çatmışdı. O Allah qurban olmağa. Allah onu o yerə çatdırmışdı. Hər bir neyməti Allah ona vermişdi. Hər bir neyməti. Öz də ağacı qurt içərisindən yiyər. Bəli. Elə özünkilər onun başını yedilər. Onlar da Allahın cəzasına çatdılar. Amma onların bacıları vardı. Onlar mənim qızıma qarşı yaxşı olmadılar. Mənim qızıma hər halda onun əgər atası, anası olsaydı, oğlanın atası, anası olsaydı, bu hərəkəti onu eləməzdilər. Onlar qardaşlarının yadigarını qoymuşdular. O yadigara qarşı naxələf çıxdılar. Mən o naxələf sözünün üstündən deyirəm. Mənə heç nə lazım deyirdi. Heç bir şey, şükür Allaha, Allah bir parça ruzu verir, dolanıram. Balalarımı da almışam, qənaətimin altında dolandırıram. Heç olmasa o 5 bacıdan biri bu illər ərzində deyirdi ki, ay Gövhər xanım, mənim axı qardaşımın yadigarı var. Onun əhvalını soruşaydılar. Yox, uşağını da öldürdülər, onu qoymadılar qalsın. Nə var, nə var ki, biraz imkanı var, biraz o danışmaq lazımdır. Amma gözəl Allah gözəldir, hamısının cəzasını verəcək. Mən onu bilirəm ki, Gövhər xanım, insan biz bu dünyada, biz müvəqqəti dünyada yaşayırıq. Əlbəttə, heç kim heç nə aparmır. Heç kim heç nə aparmır və kim həmişə nəsə, istər yaxşılıq, istər pislik edirsə, mütləq öz qarşısına çıxır o. İlham, dünya malı dünyada qalıb. Əlbəttə. Bundan qabaq padişahlar nə inib ki, biz nə inəyək? Onda Gövhər xanım, mən bax bu dəqiqə oturmuşam, deməli, müxtəlif bürclü, müxtəlif illi insanların arasında oturmuşam. Biriniz başqa bürclənsiniz, iliniz qız bürcü, qoyun ili. Qoyun ili. Sizdə oxatan bürcü, ilan ili. Bax, indi mən sizə eyni sualı verirəm. Siz, bax, birinci Yusif müəllim, siz öz ailə həyatınızdan bu dəqiqə razısınızmı? Razıyam. Fikirləşməmiş deyirəm. Gövhər xanım, siz? Mən ailə həyatımdan hər tərəfdən yox, açıq deyirəm mən. Siz pulu qazanan qadını heç vaxt baxda olmasın. Mən gizlətmirəm də. Həyatda rola gelməyi də bacarmıram. Amma evlatlarımdan. Gövhər xanım, bəlkə də anamdan, mənim anam gözəl anam var. Ümumən götürülür. Ümumən, gözəl anam var. İndi qulaq asıda. Allah hər dama xoşbaxtlıq bəxş eləməz. Saadət verməz. Qurban olmalı. Allah mənə sənət verib, şükür. Oğul verib, şükür. Qız verib, şükür. Gözəl ana verib mənə. Hansı kim o mənim dərdim, sərim, pıç-pıçım, gür-gürüm. O ilə səbir eləyirəm mən. O mənə səbir verir. O mənim başımın tacıdır. Gözəllik verib. Gözəl, Allah gözəlliyimizi əlimizdən almasın. Gözəllik verib, bir parça azdan çoxdan rozu veribsə, eybi yox, hər tərəfdən kəmələsinin lazımdır. Yox, Gövhər xanım, bəlkə də sizin də əriniz, sizin də həyat yoldaşınız, əgər pul qazanan olsaydı, sizi gözəl xanım xatın saxlasaydı, onda doğrudan da siz bu əziyyəti çəkməzdiniz. Heç kim yeməkdən qaçmaz. Heç bir qadın yeməkdən qaçmaz. Hamı istəyər ki, isti ocağı olsun, hamı istəyər ki, necə deyim, gözəl davranışı olsun. Bütün qadınların arzusudur ki... Mən qadınları arzu eləyərdim ki, indi gəlin gedən qızları arzu eləyərdim ki, qoy ərləri ilə evlərində dilləri bir olsun. O ərlə arvadın evdə birliyi bir olanda orada artım olar. Amma hərəsi bir yerə at olanda ot olmur, ot olanda at olmur. O olanda o yaşamağa deyməz. Mən 28 il həyat sürdüm. Düzdür, mənə anam, bizdə bir qayda var, deyərlər ki, qız getdi ər evinə, oradan necə deyərlər, ölümü çıxar. Mənə anam çox səbir verdi, çox təskinlik verdi. İnsan cavan olanda anlamır. Amma yaşad olanda hər şey ona təsir edir. Amma sonra gördüm, dözə bilmirəm. Mən deyən deyir.
dəyişmək olmur heç cür. Mən şükür eləyirəm bu günümə də. Bu gün Bu günümə də şükür eləyirəm Deməli, ki, qurban olum Allah alın sənə. yazsınıza, talih yolunuza razısınız. Razıyam. Şükür eləyirəm bu günümə ki, mən heyfslənmirəm ayrılmağıma. Bu çoxdan olmalı idi. Mən heyfslənmirəm. Bu günümə də min şükür. Deməli, Min siz şükür. Allahın ən gözəl Min bəndəsisiniz ki, şükür. bu gününüzə də şükür edirsiniz. Bəs Yusuf müəllim, siz alın yazsınlar, talih yoluna Barışıram. barışırsınız. Barışıram qardaş, qaçmaq olmaz. Sizə öz dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edirəm. 4-cü mikrorayonda yerləşən Sev Məni Gül mağazasının rəhbərliyinə, Yasamalı rayonunda Fuad Market mağazasının rəhbərliyinə və mənim bu gözəl verilişimin sponsoru Betonzavod 8 açıq tipli səhmidar cəmiyyətinin rəhbəri Hacı İshak cənablarına öz dərin minnətdarlığımı bildirirəm. Və sizə də öz dərin minnətdarlığımı bildirirəm ki, çox sağ olun. Bu gözəl gündə, bu bayram əhval-ruhiyyəsində düzdür, biraz kədərləndik, biraz qəmləndik. İlham məni tamaşaçılar bağışlasın. Bu gərək Qurban bayramında mən belə gərək danışmayadım. Bu talih yolları verilişidir. Hər birisi öz talihindən danışır. Mən də, mənə indi necə
üzürlü hesab eləsinlər. Gövhər xanım, bu da lazımdır. Bu da bizim dərdimiz, sərimizdir. Çünki insan həmişə bir üzü güləndə bir üzü ağlayır. Ancaq biz gərək dərdi, Yox, söz vermişəm, kədəri, ağlamayacaq. qəmi unudaq. Biz insanlar həmişə əlbir olaq, həmişə sirdaş olaq, həmişə Mehriban dost olaq, olaq. İlham, Bəli, mehriban. mən Ölümün dünyasıdır. arzu edirəm ki, biz həmişə mehriban olaq, kiri küdrətli uludaq və bu qurbanlardan biz Qarabağda, Allah Şuşada, qoysun, Allah Laçında, Amin. Kəlbəcərdə bütün işğal olunmuş torpaqlarımızı alaq və bu qurbanlarımızı orada kəsək. Amin, qardaş, amin, amin. yarabbim. Çox sağ olun. Çox Sizə sağ olun. minnətdarlığımı Çox sağ olun. bildirirəm. Qoy sizin talih qapılarınız həmişə açıq, bəxt ulduzunuz parlaq Və olsun. İlham qardaşım, mən məqamdan istifadə edib analarımızın mahnıyla təbrik elədim. Bəli. Bacılarımıza da təbrik elədim mahnılarımla. Yəni bir-birindən ayırmadım. Bütün Azərbaycan ana bacılarına ancaq can sağlığı. Gövhər xanım, bayaqdan bəri Xoşbaxtlıq. sən biraz kövrəyə danışdın. Həqiqətən adam biraz kövrəlir. Yəni dərsiz insan yoxdur həyatda. O məlum. Amma insan ona deyirəm ki, deyir oğluna deyirəm ki, atdan düşə, atlana. Atlana. Oğul odur ki, hər əzaba qatlanır. Əsas İlham müəllimin Allah canını sağ eləsin. Allah ona belə Bizi dəvət Həsən edib balası verilişinə. saxlasın. Sağ olun, çox sağ olun. Mən də inşallah qardaşıma Allah söyləyirəm. qoysun. O Həsən Toyunu balası- eləmisən, Allah Mən qoysun, Həsən o biri balası toyunu da oxuyacam eləyərsən. Allah qoysun. Mən toyumu eləyim, yəqin oğlumu da toyunu eləyəm. İnşallah. qoysun. İşte bir sifət var. Hələ nəvəsini toy gedəcək Allah. İnşallah, inşallah. Bizdə qocalmaq Peki, yox. siz Həmişə cavan Var qalasınız. ol. Siz doğrudan da həmişə xalqımıza lazımsınız Çox və sağ sizə hamınıza can sağlığı arzu edirəm. Bayramınız mübarək olsun, istəkli tamaşaçılar. Qoy günümüz, güzaranımız, ilimiz, ayımız, hər günümüz bu xoş bayramlar içərisində keçsin. Qardaşlara dayandır, xəstələnsəm o yağdır. Qardaşlara dayandır, xəstələnsəm o yağdır. Bacılarımız hayağdır, bacılarımız hayağdır. Sizə qurban bacılar, bacılar ay bacılar. Sizə qurban bacılar, bacılar ay bacılar. Rıza həmdə yol ala, yəsir bazı gərək. Rıza həmdə yol ala, yəsir bazı gərək. Yaxşı bacı insana yerə ala deməyin. Yaxşı bacı insana yerə ala deməyin. Bacılar ay bacılar sizə qurban. Bacılar bacılar ay bacılar sizə qurban. Bacılar ay bacılar özü çiçək. Bacılar ay bacılar gözəl göçək bacılar. Atayalaya evladı kardeşine yutayat. Atayalaya evladı kardeşine yutayat. Bacısız olmaram işat, bacısız olmaram işat. Size kurban bacılar, bacılar ay bacılar. Size kurban bacılar, bacılar ay bacılar. Rıza həmdə yollala, yəsir bazı gərəyin. Rıza həmdə yollala, yəsir bazı gərəyin. Yaxşı bacı insana yelə ala deməyin. Yaxşı bacı insana yelə ala deməyin. Bacılar ay bacılar sizə qurban. Bacılar bacılar ay bacılar sizə qurban. Bacılar ay bacılar gözü çiçək. Bacılar ay bacılar gözəl göçək bacılar.
bacılara, bacılar sizə qurban, bacılar bacılara, bacılar gözü çiçək, bacılar bacılara, bacılar gözəl gülçək, bacılar bacılara, bacılar necə də qəşəng.